Deməli, mizana baxırıq. Mizana iki yerdən daxil ola bilirik. Bir yuxarıdakı mühasibə bölümünün altında mizana buradan baxa bilirik. Bir də soldakı mühasibə bölümündən mizana buradan daxil ola bilərik. Əlbəttə ki, bunu özümüz üçün favori listəsinə əlavə edə bilirik. Favori listəsinə əlavə edəndən sonra buradan da daxil ola bilirik. Mizanı buradan seçə bilirik. İndi hələ ki lazım deyil. Deməli, mizan nedir? Mizan bu gördüyünüz hesab planı ki var. Bu hesab planında əslində işləmək çox çətindir. Çox çətin ki, burada tam olaraq bizə məlumat çatmır ki, misal üçün. Burada ümumi hesab planında nə qədər gəlib, nə qədər gedib. Sadəcə olaraq hamısı birdən göstərir və hamısı da bizə lazım deyil. Bizə filtrasiyalar lazımdır ki, onları kateqoriyalaşdıraq, ayıraq, hesabatlarımızı aparaq. Bunun üçün də mizan bölməsi yaradılıb. Deməli, mizan bölməsinə daxil olanda buradan əvvəlcə bizdən başlanğıc tarixini öz avtomatik seçir, ilin əvvəlindən axırına kimi. Amma ki, biz burada ay-bay, misal üçün, Ocaq ayın 1-dən Ocaq ayın 31-nə kimi seçib qoya bilirəm. Sonra burada isə öz avtomatik və işləm olmayanları gizləyir və alt cariləri gizləyir. Deməli, bizə qalır sadəcə olaraq burada raporlaya basmaq. Deməli, raporlaya basanda məndə işləm olmayanları gizlədilmiş bütün hesabları burada göstərir. Sadəcə işləm olanları mənim üçün burada göstərir. İşləm olmayanlar mənə hələ ki lazım deyil. Sonra isə alt cari hesabları da burada gizləyir. Əgər alt cari hesabım varsa, bunları görmək istəyirəmsə, alt hesabları göstər bölməsini aktiv edirəm və oradan alt hesabları görə bilirəm. İndi gələk mizanın filtrasiyanın o biri bölmələrinə. Burada hesab tipi olaraq bizə tipləri seçmə imkanı verir. Sadəcə mənə ancaq bankalar lazımdır. Banka bölümünü nişanlayıram və raporlaya basıram. Burada mənə ancaq bankaları göstərəcək. Yolda olan pul köçürmələr, bunlar da bankalara aiddir. Pul vəsaitləri qısa müddətdə aktivlər bölməsinə aid olduğu üçün bunlar. Bunu da mənim üçün burada göstərmiş olacaq. Buradan daxil olub görün, digərdir. Sadəcə bu baş hesab olduğu üçün bunlar da onun altında göstərmiş olur. Və yaxud buradan mən satıcılarımı görmək istəyirəm. Satıcılarımı seçib raporlaya basıram. Və mənim burada satıcılarım, 531-ci hesablarım burada görsənmiş olacaq. Və yaxud mən satıcılarımla alıcılarımı ikisini də görmək istəyirəm. Raporlayıb ikisini buradan görə bilərəm. 531-ci hesablar və bunlar mənim alıcılarım. İndi alıcı burada olmadığı üçün alıcılar burada çıxmadı. Bizə əsas burada satıcılar lazımdır. Satıcı olaraq qeyd olunduğu üçün satıcılar çıxdı burada. Satıcılar bəs harada qeyd olunur? Həmin bu hesab kartına baxsaq, burada tipi olaraq satıcılar qeyd olunduğu üçün burada da satıcılar axtaranda satıcılar deyib bunları gəlib göstərir bizə. Heç biri lazım, hamısı lazımsa buna basırıq, hamısı bizim üçün seçir və yaxud heç birini seçməsək belə hamısını göstərir. Deməli, burada hesab səviyyəsi var. Hesab səviyyəsi nə deməkdir? Yəni, 1-ə bassam, ən başda olan hesabları mənə göstərir. Ən başda olan hesablar 2, 24, 5. Hesab səviyyəsi 2-ni qoysam, onun bir alt hesablarını mənə göstərir. Sadəcə, 244-də tabi olan bir alt səviyyə hesab 244,1. 531-dən aşağı 531,002. Əgər bunun 3 alt hesabını görmək istəyiriksə 3-ə basırıq. Görək 3 alt hesab var. 3 alt hesab yoxdur. Ona görə də bizə göstərir. Bu çox vaxt istifadə olunmur. Bizə lazım olanlar, əsasdakı işləm olmayanları gizləsin və alt cari hesablar. Alt cari hesablar bizə harada lazım olur? Əmək ödənişlərində çox vaxt alt cari hesablarından istifadə edirlər. Burada göstərmir. Bunu bir dənə yeniləyək. Deməli, tezən raporla vuraq. Əmək haqqı hesabları 533-cü hesablardır. Burada görürük ki, əmək haqqı hesabları göstərir. Bir dəqiqə, buna daxil olaq. Burada əmək haqqı hesablarını görə bilirik. Əmək haqqı hesablarına alt cari hesabları varsa, bunları alt hesabları göstərməyimizə basıb, onun alt cari hesablarını görə bilərik.
ki, misal üçün, FO departmanına bir alt cari Mustafa Mutlu burada göstərir. Elnur Abbasov, Kənan İbrahimov və yaxud maliyyə şöbəsinin bir alt hesabını burada görmüş oluruq. Mən əgər görmək istəmirəmsə, öz avtomatik gizliyi seçir və buradan alt cari hesabları göstərir. Burada bir qarşılığı var. Bir dənə yeniləyək. Buradan hesab tipini personal hesabı olaraq seçək. Çünki bizim 533-cü hesab personal hesabıdır. Və raporlaya basaq. Burada mənə personal üzrə departmanlar hamısı göstərir. Əvvəl bunu, əgər bunu personal üzrə seçmişəmsə, hardan seçə bilirəm? Departmanın üstünə basıram. Buradan tipi olaraq personal seçilibsə, deməli personal axtaranda mənim bu qarşıma bu departmanları çıxaracaq. Şöbələri çıxaracaq. Yəni burada seçməyimiz mütləqdir ki, həmin o hesabları burada çıxarsın. Əksi halda personal olaraq göstərməyəcək. Bunu necə bilə bilərəm? Personalı buradan silim. Tezən 533 yazım bura. Və raporlaya edim. Başqa hesablara baxaq. Başqa hesablar nə hesabı ola bilər bizdə? Bu hesablardan üzrə bolca alacaq nedir? Bunlara baxaq. Deməli, məsələn, xammal 201 aktivlərimizə baxaq, xammal stokumuza baxaq, yiyəcək xammal stoku. Deməli, bunun bir alacağı var, bir də borcu var. Yəni, debit, kredit. Həmin o müasibətdə görünür. Bu debitimiz, bu da kreditimiz. Aktiv harda atır? Debitdə. Deməli, buradan atır, buradan da çıxılır, azalır. 531-ci hesablarımıza baxaq. Yəni, bizim satışlarımıza. Burada isə öhdəlik alacaqda artır, borcu isə debitdir, azalır. Görürük ki, 28.640,19 manat alacağı var. Bunun 24.060,27'si ödənilib. Yerdə qalıb nə qədər borc? Burada görürük ki, 4.579,92 bunun ödənilməmiş məbləği qalıb. Və yaxud o birisinə baxaq. Burada da 33.728,21 alacağı var, yəni öhdəliyi var. 29.000 nə qədərsə ödənilib, 3.000 nə qədərsə qalıb. Yəni, buradan biz konkret olaraq görə bilirik ki, nə qədər borc, nə qədər alacağı var. Bu əksi də ola bilər əlbəttə. Burada görürük ki, bunun nəqd alış. İndi buna fikir verməyək. Görürük 1791,10 öhdəliyi var, amma bu qədər ödənilib. Deməli, bizim neyimiz artığımızdır? Borcumuz artıqdır. Borc artıq olanda hara gəlib düşür? Borc bakiyəyə. Əgər alacaq artıq olanda, alacaq bakiyəyə gəlib düşür. Mən hesablarımdan daxil olan işləmləri də görə bilərəm əlbəttə. Sadəcə VSAO-dan nə gəlib, nə gedib qısa şəkildə burada görürəm. Amma işləmlərində daxil olmaq istəyirəmsə, burada işləmlər bölümünə daxil oluram. İndi VSAO-ya aid nə qədər fatura girilibsə, fişlər girilibsə, hamısı mənə burada göstərmiş olacaq. Nə qədər daxil olub, nə qədər çıxıb, nə qədər mənfi var burada. Bunları hamısı faturanın borc alacağı ilə hesablayır. Daxil olmaq istəyirəmsə, buradan faturaya daxil oluram. Daha doğrusu faturanın fişinə. Çünki faturanın inteqrasyon edəndə onun fişi görsənir qarşımızda. Çünki hesabatlar arxa planda burada gedir bizim üçün. Görürəm ki, buradan həmin bu qədər məbləğ bunlardan yaranıb. ƏDV-dən öhdəlik artıb, debit isə stoklarımız da burada artıb. Sonra isə burada nəyə bax görə bilərəm mən? Buradan mən ödəmə yapa bilərəm, hızlı ödəmələri girə bilərəm. Və yaxud buradan Excel çıxdısı ala bilərəm. Mən istəyirəm ki, bütün faturalarımın fişinin siyahısını görün. Onu da buradan Excel çıxdısı alıb, Excel çıxdısı ilə işləyə bilərəm. Excelimizə baxaq. Bu da bizim bütün faturalarımızın siyahısı. Həmçinin bu Excel demişkən, biz mizanın da buradan Excel çıxdı. Deməli, mizanda buradan Excel çıxdısı da ala bilərik. Mən Excel çıxdısı alıb, buradan Open'a bassam, mənə bütün mizanda nə vardısa
hamısının Excel çıxdısını, hesabatlarını mənə üçün göstərəcək. İndi birinə baxaq. Görürük ki, mizanın burada nə qədər hesabatı var, hamısı kod burada alacaq kimi göstərir bizə hamısını. Yəni sətirdə, sütunda nə varsa onu göstərir. Bu nə deməkdir? Yəni mən burada özümə uyğun bir sətir sütun yaradaramsa, necə yarada bilərəm? Buradan 3 vergülə basıb, yəni şube adlarını görmək istəyirəm, bakiyesini görmək istəyirəm və yaxud bəzi şeyləri görmək istəyirəm, alacaq bakiyeni görmək istəmirəm. Mən beləncə özüm üçün fərdi bir şəkildə forum tasarım yaratsam, sonra buradan da Excel çıxdısı versəm, həmin bu yaratdığım forum tasarıma görə mənə Excel çıxdısı verəcək. Yəni özümüz üçün bir növ fərdiləşdirib, xüsusiləşdirib, əlində bir Excel çıxdısı ala bilərik. Və yaxud burada çap bölümü var. Çap bölümünə basanda da bu bizə Excel'i daha səliqəli bir formada göstərir, PDF formada. Amma bu PDF formanı özümüz buradan da Excel'e çevirə bilərik. Burada görürsünüz, belə daha fontun üslubu dəyişib, daha belə sətirlər daha belə səliqəli görsənir. Yəni bir harada təqdim etmək lazım olanda belə bir dizayndan da istifadə edə bilərik. Buradan səhifələrə çevirib baxırıq. Tarixi burada seçib, yekun neçədə bunların hamısını bizə cəm olaraq göstərir. Deməli, buradan başqa nə bölməsi qaldı bizdə. Operasyon olaraq heç bir şey deyil. Döviz olaraq əgər sizdə fərqli bir ödəniş metodları ilə hesab kodları girilibsə, ayırıb buradan baxa bilərik. Özəl kod lazım deyil. Sadəcə burada bir ilk kod və son kod deyiləsi bir bölüm var. Yəni ki, mən kodlar üzrə axtarış edə bilirəm. Mənə lazımdır ki, 5, yəni bütün ötəyləri göstərsin, harada dayansın, 6-ya kimi dayansın. Axtarışı verirəm. Deməli, 531-ci hesabdan, onu silək əvvəlcə, bu qalır. Deməli, 5-dən başlayıb, 6-ya kimi demişdik axı. 5-in axırına kimi gəlir göstərir bizə. Tam xərc hesabı 7-dir. 7-ni yazsam nə olacaq? Raporlaya basırıq. 5-dən başlayıb, yenə də gəlir düşür 7-yə kimi. 600-cü hesablarda gəlir düşür bura. Yəni, özüm üçün bir aralıq verib, həmin aralığında bütün hesab kodlarımı görə bilirəm. Mənə sadəcə aktivlər lazımdırsa, 1-ci hesabdan seçib, 3-cü hesaba kimi. Bu son koddur. Basıram, 1-ci hesab gəlir düşür, həmin o son kod gəlib düşmür. Bayaqki 600-də olduğu kimi. 7-ci hesab gəlib düşmür. Son kod düşmür, amma 1-ci kod da düşmür. İlk kod. Burada işlem olmayanlar. Sonra bizdə burada şube var. Deməli, o bir menyulardan, yəni bu video bölməsindən onun türkçə olan təlimlərə baxa bilərik. Həmçinin burada düzəltdiyimiz kolon tasarımı da kaydedib, yenidən mizan açanda həmin o kolon tasarımını bizə qarşımıza getirəcək. Bu da yeniləmək üçündür, aydın məsələdir. Əgər bir hesab əlavə etmişik isə və mizanda görmürüksə, yeniləyib həmin o hesabları görə bilərik. İndi buradan gəlmədi. Onun üçün eləmək lazımdır. Ümumiyyətlə səhifəni yeniləyib ələnçinə baxmaq lazımdır. Və burada raporda çıxdı. Bütün hesablarımızı buradan görə bilərik yenidən.